45 yaşlı oğul anasına 10 bıçaq zərbəsi vurub. Daha sonra isə boğazını kəsərək qətlə yetirib. Hadisəni törədən oğul qadının 22 ildir analıq etdiyi ögey evladıdır. Tərtərdə oğul anasının boğazını kəsib. Hadisə rayonunun Elman Mehdiyev küçəsində baş verib. 45 yaşlı Pərviz Göyüşov evə gələrək ögey anası Nüşabə Göyüşova ilə mübahisə etməyə başlayıb. Mübahisə zamanı Pərviz Göyüşov aqressivləşib və bıçağı əl atıb. Qadın xilas olmaq üçün qonşuya qaçsa da hirsi soymayan Pərviz Göyüşov arxasınca gedərək Nüşabə Göyüşova 10 bıçaq zərbəsi vurub. Hadisə vaxtı Nüşabə Göyüşovanın həyat yoldaşı Çarlar Göyüşov oğluna mane olmağa çalışsa da ancaq bacarmayıb. Dirəniblər ki, evdən çıx, o da deyib, mən 22 ildir burada yaşayıram, niyə çıxmalıyam? Mən bu evin əziyyətini çəkmişəm, nəyə görə çıxmalıyam? Qeyd edək ki, Nüşabə Göyüşovanın həyat yoldaşı Çarlar Göyüşovun ikinci evliliyidir. İlk evliliyindən 4 övladı var. Ancaq 22 ildir Nüşabə Göyüşova ilə ailəlidir. Bu izdivacdan 17 yaşında bir oğlu var. Nüşabə Göyüşova əslən Bərdənin Qazaxlar kəndindəndir. Hadisəni törətməkdə şübhəli bilinən Pərviz Göyüşov artıq Tərtər rayon polis şöbəsi tərəfindən saxlanılıb. Faktla bağlı Tərtər rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb. Vüqar Əliyev, Gündüz Məmmədov, Space, Tərtər.